Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün hal-hazırda digər videonun çəkilişində hansı ki Charlotte'dan Atlanta'ya gedən bir video çəkirəm qatarla. İlk dəfə də Amerikada qatarla səyahət edəcəm. Bu arada elə qatar gedişir. Bu həmin videonu da izləyərsiniz. Çox güman ki bundan sonra paylaşacağım. İzləyərsiniz. Yəqin ki maraqlı video olacaq. Nəysə, gözləmə müddətində dedim ki biraz sizlə söhbət edək. Deməli 2 il bundan əvvəl təxmini bu vaxtlar idi. Bu yəni oktyabr ayları idi falan. Mən video paylaşmışdım noyabr ayında. Seçkilər 2024-ün noyabr ayında seçkilər olmuşdu. Mən video paylaşmışdım ki, bəs Amerikada seçkilər oldu və mən də ilk dəfədir ki Amerikada səs verirəm və səsimi də Trumpdan yana verdim. Trumpdan yana səs verməyimin 3 dənə əsas motivasiyası var idi. Birincisi Trump'ın immigrantlarla bağlı verdiyi qərar, hansı ki ölkəyə immigrantlar daha çox gəlirdi və yəni qanunsuz immigrantlar. Yəni bu təbii ki Azərbaycandan gələnləri nəzərdə tutmuram. Bu Azərbaycandan zaten nə qədər əhalimiz var? 8 milyon hamısı da gəlsə, yenə də o məbləğ deyil də. Çünki bir gündə 10 minlərlə adam keçir Amerikaya. Və bunların çoxusu da Cənubi Amerikanın kriminalları idi demək olar ki. Nəysə, yəni əsas da Cənubi Amerika, Çin, Rusiya buradan gələn insanlar idi, mənşəyi məlum olmayan. Ya mən də buna görə birinci bu səbəb idi. İkincisi iqtisadiyyatla bağlı dedim, bəlkə dəyişiklik eləyər. Üçüncüsü də əsas olan da Trump'ın bu cinsi, yəni məktəblərdə falan, artıq Amerikada məktəblərdə 3-cü tualetlər yaranır. Yəni artıq bir neçə ştatlarda var. Yəni oğlanlar üçün, qızlar üçün və orta cins üçün belə bir orta cins ya da others deyilən bir cins çıxıb ortaya və məktəblər bunun fondu belə şeylərə ayırır təhsildənsə. Yəni dedim Trump buna qarşı olar. Açığı ona da qarşı oldu. İmmigranta çox qarşı oldu. Yəni olduqca sərt çıxdı. Green cardları belə deport elədi. Bir neçə кейslər var. Və ondan sonra digər məsələdə iqtisadiyyatın da anasını ağlatdı. Dediyim şeyləri immiqrasiyadan başqa belə də yəni çox şeylər söz vermişdi, amma yerinə qoya bilmədi. Mən belə başa düşürəm ki, bu diktator tipli bir adamdır da bu. Yəni buraxsan Amerikada çox rahat diktator olmaq istəyər və hal-hazırda da hakimiyyətin hər yerində o belə bir nə deyirlər, aktopod da Octopus, 8 dənə ayağı var. Belə hər tərəfli yapışır da, dövlətin bütün qurumlarını sıxışdırır. Mərkəzi bankdan tutmuş məhkəmələrə qədər və yəni polisə qədər hər şey, dövlətin hər yerini qatıb qarışdırıb. Yəni bu əslində hakimiyyətdə qalmaq üçün Amerikanın o gücünü yoxlayır da, görüm hara qədər gedə bilər, necə sistemi dəyişə bilər. Çünki artıq dünyanın hər yerində yəni demokrasiyanın belə deyək də səndəllədiyi vaxtlardır. Yəni İki Avropa qarışıq, Amerika, yəni Çində zaten demokratiya olmayıb. Dünyanın ən böyük əhalisi olan ölkələrdən biridir Çin. Hindistan desən demokratiyadır, amma orada bayağı rüşvətxorluq var. Rusiya desən elə bizim ölkələr zaten neft ölkələrinin demokratiya olması mümkün deyil. Yəni mən demokratiya deyəndə tam olaraq demokratiyanı nəzərdə tuturam da. Yəni Amerika, Avropa ölkələri demokratiya ilə idarə olunub. Yəni əsrlərdir. Buna görə də bu adam da bir sözlə bu demokratiyanı səndəllədib öz sistemini qurmaq istəyir. Ailə sistemini də belə deyək, özünün ətrafındakı dostlarına olan sistemi. Nəysə, okeydir, siyasətdir. Siyasətdə nə üçün çalışır və eləməyə çalışır. Amma Amerikanın sistemi buna imkan vermir. Bunlardan biri də bugünkü videonun mövzusudur. Trump'ın immiqrasiya ilə bağlı
çox sərt qərarlar qəbul etməsi. Hətta Amerikan vətəndaşlarına belə ICE deyilən təşkilat var. Immigration Custom Enforcement'dır, nəsə belə bir şey olmalıdır. Yadımdan çıxdı. Uzun müddət ICE-dan danışmıram bu müharibələrdən sonra. Yadımdan çıxıb. Nəysə, ya bu öz vətəndaşlarını aksiyalarda falan öldürdülər. Amerikaya gəlməyin fərqli yolu var. Yəni viza alıb turist kimi gəlmək ya da green cardla turist kimi gəlmək Amerikaya gəlmək yollarından sadəcə biri və ya ikisidir. Yəni o qədər yol var da, fərqli. Baxırsan, hər adamla danışırsan, fərqli bir yolla gəlib. Legal, qeyri-legal fərqi yoxdur. Nəysə, yəni bunlardan biri də, yəni gəlməyin, yox daha doğrusu vətəndaşlıq almağın yolu Amerikaya, yəni ana, valideyn Amerikaya gəlir doğum olmadan öncə və uşağı burada dünyaya gətirirlər və uşaq burada dünyaya gəldikdən sonra avtomatik olaraq Amerikan vətəndaşlığı alırlar. Birbaşa sənə Amerika torpağında doğulduğun üçün Amerikan vətəndaşlığını verir. Free of land. 14-cü qanun deyək də, amendment, akt məncə. Azərbaycan dilində 14-cü aktla burada da nəsə düzgün deməmiş ola bilərəm, amendmentin tərcüməsini Azərbaycan dilində, amma akt kimi qəbul edir. Yəni Amerikanın qanunlarına görə Amerika torpaqlarında doğulmusansa, sən Amerikan vətəndaşlığı alırsan. Amerikaya gəlib valideyn gəlirdi, 2-3 ay burada gözləyirdi. Yəni uşağı dünyaya gətirirdi, ondan sonra viza pasportunu alırdı. Bu arada çox insan gizlədirdi Amerikaya gələndə hamilə olmadığını falan. Amma mən dəfələrlə baxmışam, кейslərə də baxmışam, immiqrasiya videolarına da baxmışam. Yəni hətta sən sərhəddə desən belə ki, yəni mən uşaq dünyaya gətirirəm bura, yəni Trumpdan öncəki hakimiyyətdən nəzərdə tuturam. Problem deyildi. Yəni immiqrasiya ofiseri deyirdi ki, heç bir problem yoxdur. İllegal deyil də, legaldır. Yəni bu proses tamamilə legaldır. Və yəni deyək ki, Trump administrasiyasından əvvəlki administrasiyada Amerikaya gəlirsiniz və yəni hamilə qadın gəlir daha doğrusu. Yəni aeroportda soruşurlar ki, niyə gəlmirsən? Deyə bilərsən ki, məsələn, uşaq dünyaya gətirməyə gəlmişəm Amerikan vətəndaşlığı almaq üçün. Deyirlər, okey, problem yoxdur, get. Yəni qanun bu qədər açıq və sadə idi. Bunu müraciət Trump administrasiyası Ali Məhkəməyə müraciət elədi ki, bəs mənim ölkəmdə belə bir şey istəmirəm, nə bilim, hər gələn vətəndaşlığı ala bilməsin falan filan. Administrasiya bayağı özünün səbəbləri ilə, əlində, nə bilim, sübutları ilə deyək, məhkəməyə müraciət elədi. Amma burada da məhkəmənin düzgün qərar verdi, bəlkə də səhv qərar verib, bəlkə düzgün qərar verib, amma məhkəmənin ən azından hakimiyyət orqanına qarşı qərar verməsini burada görə bilərik. Tamamilə qərar verdi ki, qanundur, Amerikanın konstitusiyasında bu var və Amerika torpaqlarında doğulan hər bir uşaq Amerikan pasportunu alır avtomatik olaraq və burada heç bir istisna ola bilməz. Yəni ya da ki, bu qanunu da qaydanı dəyişə bilmərik, Trumpın kefi istəyir deyə. Belə deyə də Trump hakimiyyətdə qalmaq istəyir deyə Amerikan qayda qanununu dəyişə bilmərik və rədd elədilər. Hal-hazırda qanun olduğu kimi qalır. Kim ki Amerikaya gəlir, uşaq dünyaya gətirmək istəyir, qanunla uşağını dünyaya gətirib vətəndaşlıq ala bilər. Amma gömrük, yəni TSA federaldır. Amerikanın belə deyə də gömrük orqanı federaldır, state deyil. Ona görə də federaldan gəlib aeroportda görəndə ki, belə bir, yəni kimsə hamilə gəlir, uşaq dünyaya gətirmə ehtimalı var və ya deyir ki, uşaq dünyaya gətirmək istəyirəm. Bu zaman deyirlər ki, dayan orada. Çünki hakimiyyətin adamıdır hal-hazırda orada. Yəni belə deyək də, hər yerdə də olmasa hal-hazırda, yəni ən azından bu ilin sonuna qədər Trumpın hakimiyyəti Amerikada ən güclü hakimiyyətdir və istədiyi kimi dövləti idarə edə bilir. Məhkəmə təbii ki, qarşısını alır, amma məhkəməyə qədər o proses var ki, o proses, yəni məhkəmə prosesi 3 ay, 4 ay, 5 ay, 1 ay, 2 ay, ona qədər Trump istədiyini eləyir. Məhkəmə sonra qadağan eləyir, ondan sonra Trumpın istədiyi ürəyində qalır. Nəysə, demək istədiyim odur ki, bir növ yaxşı xəbərdir əslində. Amerikaya gəlib, uşaq dünyaya gətirib vətəndaşlıq alma qadağan olmadı.
Kimin imkanı var? Təbii ki, imkanı olanlar üçündür. Kimin imkanı var? Bu şəkildə Amerikada uşaq dünyaya gətirib vətəndaşlığını ala bilər. Bundan əlavə bir neçə də cümlə bu hakimiyyətlə bağlı demək istəyirəm. Tramp hakimiyyəti gəldiyi gündən bəri artıq Amerikada yaşayan insanların çox belə deyək də kəskin şəkildə nifrətini qazandı. Bunun bir neçə səbəbi var. Elədiyi siyasət, görünən və ya görünməyən siyasət, ikiyüzlülüyü, nə bilim burada belə deyib, orada belə deməyi, bir neçə, yəni olduqca çox şeyləri var və bu şeylər bəzi Amerikanlıların xoşuna gəlsə də, bəzi Amerikanlıların zəhləsi gedir. Əsas da bu müharibələrdən Amerikanlıların xoşu gəlmir. Çünki Amerikanlılar ki, yəni içində belə deyək də, o insan sevgisi olan çoxsunun ən azından əksəriyyətinin içində insan sevgisi var. Görürlər də mediadan, artıq yəni o medianın da müəyyən əllərinin əlindən çıxıb sosial mediada paylaşılmasını görürlər. İnsanları Qəzzada, Suriyada düz deyilişin olmadı, İranda, orada, burada müharibədə uşaqların, insanların öldürüldüyünü görürlər və bunu Trump saxlayacağını demişdi. Saxlaya bilməyəndə məcbur olurlar ki, Trump'a qarşı çıxsınlar. Hətta Trump'ın sözü var idi ki, mən Rusiya-Ukrayna müharibəsini gəldiyim günün sabahı saxlayacağım. Sonra dəyişdi falan. Hələ də müharibə gedir 2 ildən çox. 2 ildə ən azından ki, müharibə gedir. Yəni belə söz verib eləməməyi, həm də ki, demokratlar hakimiyyətdə olmasa da gücləri çoxdur. Qəşəng siyasət aparırlar və bir də ki, Amerikada check and balance var da bir növ. Deyirəm, musiqi şeyə girməsi. Check and balance var. Bir tərəf tam güclənə bilmir ya da digər tərəf tam güclənə bilmir. Həmişə belə bir balans olur. Və bu balans məncə dünyada tək Amerikada yaxşı mənada var. Düzdür, qanunları, bəzi şeyləri gecikdirir, nəyisə icra eləməyə gecikdirir. Amma əsas insanlar üçün lazım olan şeylərdə və insanların hüquqlarını, haqlarını qazanmağa kömək eləyir. Yəni bir növ belə deyək də, insanlar buna güvənərək öz hüquqlarını axtara bilirlər. Bunun məsəl üçün Azərbaycanda bu təəssüf ki, o qədər yaxşı deyil. Bu yaxınlardan düzdür, mən TikTok işlətmirəm. Qatar yenə keçirik. Çox yayılan bir mövzudur bu günlərdə. Bir TikToker qəza eləyib. Qəza videosuna baxıram, videodan sonra baxıram. Məhkəmə deyir ki, hadisə yerindən qaçıb. Məsələn, xanım qaçmayıb hadisə yerindən, hətta video da çəkib orada. Və ölən adam da arxadan gəlib öz səhvi ucbatından ölüb. Yəni xanımın səhvi ucbatından ölməyib. Orada bir tərəfli oldu. Nəysə, uzun sözü çox güman ki, hamı bilir bu mövzunu. Məsələ nədir? Xanıma 5 il iş veriblər, hansı ki, başqasının günahı ucbatından başqası ölüb. Boş yerə burada ara yerdə məsəl üçün xanımı günahlandırıblar. İndi təbii ki, ali məhkəmə nə qərar verəcək bilmirəm, amma onu bilirəm ki, belə şeylər var, yəni çox belə dəyişik mövzular var. Bilmirəm, hüquq sistemi tam artıq çöküb Azərbaycanda, amma aşağı yuxarı bilirəm, yaxşı şey deyil Azərbaycan üçün. Çünki Azərbaycanın mən çox yaxşı gələcəyini görürəm. Yəni ən azından bir növbəti 30 il ərzində yaxşı yerdə olacağını görürəm. Amma belə şeylərin olmağı Azərbaycanın nüfuzuna xələl gətirir. Təbii bugünkü dünyada sosial media dövründə bunu başqa ölkələr eşidirlər, başqa şirkətlər kim ki Azərbaycanda yatırım eləmək istəyir. Mən şəxsən Azərbaycanda dəfələrlə yatırım eləmək istəmişəm. Yəni güvənib eləyə bilməmişəm. Düzdür, hakimiyyətlə problemim olmayıb, heç kimlə problemim olmayıb Azərbaycanda. Amma o güvəni verəcək bir şey də yoxdur. Yəni ətrafından görürsən də necədir proses, vəziyyət necədir deyə. Ona görə belə şeylər Azərbaycan üçün də yaxşı deyil. Nəinki Azərbaycan, Amerika üçün də yaxşı deyil. Amerikanın belə nüfuzuna xələl gətirirdi bu Trump'ın elədiyi şeylər. Avropa ilə əlaqəsi demək olar ki, üzülmə vəziyyətinə gəlib çıxmışdı. NATO ilə üzülmə vəziyyətinə gəlib çıxıb. Bir neçə yaxın müttəfiqləri var idi ki, Amerikanın artıq Amerikasız bir dünyaya hazırlaşırlar. Anlaşılandır, Amerika deyir ki, mən içimə çəkilirəm, özümü qoruyacam, özümə yetərəm, amma elə deyil, dünya elə idarə olunmur, elə sistem qurulmayıb. Sistemi başından özləri qurublar, indi deyir ki, belə sərf eləmir. Yaxşı olacaq. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər kanala abunə olmamışsınızsa, kanala abunə olmağınızı xahiş edirəm. Çünki yeni kanal qurmuşam. Bilirsiniz ki, əvvəlki kanalım 15.000 abunə ilə idi.
Yeni kanal qurmuşam. Bunu artırmağa çalışıram. Köhnə videoları paylaşıram hələ ki, ancaq bazar günləri yeni videolar gəlir. Bu videolar gəldikcə də istəyirəm ki, sizə artıq yeni hər bazar və 3-cü günlər yeni videolar çəkim. Təbii ki, digər videolar qurtardıqdan sonra köhnə videolar o kanalı bir növ bərpa eləyirəm. Bundan sonra sizə yeni maraqlı videolar çəkmək istəyirəm. Əgər hər hansı bir fikriniz varsa, hər hansı bir sualınız varsa, rəylərdə görüşək. Rəylərdə yazın, mən mütləq şəkildə cavablamağa çalışacağam və ya cavabımı video ilə verməyə çalışacağam. Sağ olun, özünüzə yaxşı baxın.